Salam əziz 3-cü sinif şagirdləri. Eee, Bugün biz sizinlə əsas nitq hissələrinin köməkçi nitq hissələrindən fərqindən danışacağıq. Amma öncədən qeyd edeyim ki, bizim 2-ci, 3-cü, 4-cü siniflər üçün artıq hazırlıq gələn il, yəni gələn tədris ili üçün qeydiyyatımız başlayıb. Dərslərimiz canlı və yaxud da onlayn ola bilər, həm də fərdi və qrup şəklində dərs keçirik. Maraqlananlar 055 934 59 65 nömrələri ilə əlaqə saxlaya bilərlər. Deməli, əziz şagirdlər, əziz 3-cü siniflər. Biz bilirik ki, ümumiyyətlə nitq hissələri iki yerə bölünür. Əsas nitq hissələri var, burada qeyd etmişəm və köməkçi nitq hissələri var. Əsas nitq hissələri və köməkçi nitq hissələri. Deməli, birinci sinifdən biz keçməyə başlayırıq. Ad bildirən sözlər, əlamət bildirən sözlər və hərəkət bildirən sözlər. Ad bildirən sözlər zaman keçdikcə, yuxarı siniflərə qalxdıqca biz artıq onu isimlə ifadə edirik. Əlamət bildirən sözləri sifətlə ifadə edirik və feil bildirən sözləri isə hərəkətlə ifadə edilir. Yəni ki, hərəkət bildirən sözlər isə feil deyilir. Və bilirik ki, əsas nitq hissələri, ümumiyyətlə, əsas nitq hissələri 6 dənədir. İsim, sifət, say, feil, zərf və əvəzlik. Əsas nitq hissələri suala cavab verir. Hər birinin özünün sualları var. Məsələn, kiçik siniflərdən bilirik ki, isim kim, nə, hara sualına, sifət necə, nə cür, hansı suallarına, feil isə nə etdi, nə edir, nə edəcək suallarına cavab verir. Yəni digər bütün əsas nitq hissələri də müəyyən bir suala cavab verirlər. Onlar şəkilçi qəbul eləyirlər. Onlar deməli cümlə üzvü ola bilirlər. Bundan başqa müstəqil suala cavab verə bilirlər. Və yaxud da deyək ki, deməli əsas nitq hissələri zamana görə dəyişə bilirlər, şəxsə görə dəyişə bilirlər, məsəl üçün feil. Amma köməkçi nitq hissələri isə bundan fərqli olaraq onların heç bir suala cavab vermirlər. Ümumiyyətlə, köməkçi nitq hissələrinin leksik mənası yoxdur. Yalnız qrammatik mənası var. Amma əsas nitq hissələrinin həm leksik mənası var, həm də qrammatik mənası var. Leksik məna və qrammatik məna deyəndə bəzən uşaqlar özlərini çaşdırırlar. Məsələn, deyək ki, hər hansı bir söz götürürəm. Deyək ki, kitab sözü. Kitab sözünün həm leksik, həm də qrammatik mənası var. Yəni, kitab deyəndə biz onun ilk ifadə elədiyi məna onun leksik mənasıdır. Yəni, kitab nə üçündür, nəyə lazımdır? Bilirik ki, kitab kağızdan düzəldilmiş oxumaq üçün bir vasitədir. Bu olur bunun leksik mənası. Oxumağa yarayır. Nə işə yarayır bu kitab? Oxumağa, öyrənməyə, bizi öyrətməyə yarayır. Bu oldu bunun leksik mənası. Bəs onun qrammatik mənası nədir? Kitab sözü nə sualına cavab verir? İsimdir. Bax, bu da oldu onun qrammatik mənası. Yəni, əsas nitq hissələri müəyyən bir mənanı ifadə eləyirlər və həm leksik, həm də qrammatik mənası olur. Amma köməkçi nitq hissələri isə əsas nitq hissələrindən fərqli olaraq yalnız və yalnız qrammatik məna ifadə edirlər. Leksik mənası olmur bu sözlərin. Yəni, köməkçi nitq hissələri müstəqil bir suala cavab vermirlər. Heç bir suala cavab vermirlər. Əsasən şəkilçi qəbul etmirlər. Bəzi qoşmalar qəbul edirlər. Ondan sonra cümlə üzvü ola bilmirlər. Və deməli, bu şəkildə, yəni köməkçi nitq hissələrinin bu şəkildə bunların bir xüsusiyyətləri var ki, bunlar suala cavab vermirlər, şəkilçi qəbul etmirlər, leksik mənaları olmur və ayrılıqda cümlə üzvü ola bilmirlər və qoşulduğu, məsələn, qoşma əsasən qoşulduğu sözlə birlikdə cümlə üzvü olur, amma digərləri cümlə üzvü olmurlar. Bəli, dedik ki, köməkçi nitq hissələri 5-dir. Bizim bugünkü dərsimiz əslində köməkçi sözlərdir. Yəni, 3-cü sinifdə köməkçi sözlər kimi gedir bu dərs. Köməkçi sözlərin, deməli, bax, biz burada bugün bunu keçməyəcəyik. Keçirik, əsasən, bax,
köməkçi sözləri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida. Qoşma, yəni hər birinin haqqında qısa-qısa məlumat verim. Qoşma nədir? Yəni ismin müxtəlif hallarına qoşularaq, müxtəlif hallarda olan sözlərə qoşularaq müəyyən bir məna çaları əmələ gətirir. Qoşmaya aiddir, məsəl üçün nə? Qədər, ona qədər, kimi, sənin kimi, sənin tək, sənin üçün, səndən qabaq, səndən sonra, səndən əvvəl. Bax, bu sözlər qoşmadır. Məsələn deyirəm ki, ə, anam ə, anam üçün hər əzaba qatlaşaram. Anam üçün hər əzaba qatlaşaram. Bu nədir? Üçün burada anam üçün, anam üçün qoşma sayılır. Biz bunun qoşmanın müəyyən məna növləri də var. Bunları da keçəcəyik digər dərslərimizdə. Bu oldu qoşma. Gəldik bağlayıcı. Bağlayıcı nədir bəs? Bağlayıcı adından da görsənir. Bağlamaq kimi bir xüsusiyyəti var. Nəyi bağlayır? Sözləri bağlaya bilir və cümlələri bağlaya bilir. Onların arasında bir əlaqə yaradır. Onlar qrammatik cəhətdən bir-birinə bağlayır. Yəni, məsələn, deyək ki, və, ilə, lə, lalə, ilə, ki, ya da, də, amma, ancaq, lakin, çünki bunların hər biri bağlayıcıdır və bağlayıcının da məna növləri var. Digər dərsimizdə də inşallah bunun bağlayıcının məna növlərini də keçəcəyik. Ədat nədir bəs? Ədat sözlərin və cümlələrin təsir gücünü artırır. Yəni, məsələn, deyək ki, deyirəm ki, mən səni çox istəyirəm. Bu oldu sadə bir, mən səni çox istəyirəm, sadə bir cümlə. Biri də var, deyirəm ki, mən səni lap çox istəyirəm. Buradakı bu lap olur ədat. Neynədir? Təsir gücünü artırdı. Və yaxud da deyirəm ki, belə bir cümlə var. Maşın gəlib qapımızın ağzında saxladı. Sadə bir cümlə. Deyirəm ki, dəyişdirək cümləni, biraz daha qüvvətli eləyək. Maşın gəlib düz qapımızın ağzında saxladı. Bax, buradakı bu düz olur ədat. Yəni, neynədir? Təsir gücünü artırdı. Bax, bu ədatın belə bir xüsusiyyəti var. Və növbəti köməkçi sözümüz modal sözlərdir. Modal sözlər danışanın ifadə elədiyi fikrə münasibət bildirir. Məsələn, deyirəm ki, məncə, məncə sən düz danışmırsan. Fikrimcə, zənnimcə, yəqin ki, doğrusu, şübhəsiz, şəksiz. Bax, bunlar modal sözlərdir. Heç bir suala cavab vermirlər və bizi bəzən çaşdıra bilərlər. Və növbəti köməkçi sözümüz də nidadır. Biz nida cümlələrini keçərkən bilirdik ki, orada nə olmalıydı? Sevinç, qorxu, kədər, yəni həyəcan bildirir. Danışan insanın hissini, həyəcanını, qorxusunu və sevincini bildirən sözlərdir. Məsələn, ura, tətilə çıxdıq və yaxud da ah, pah, ay, hey, ey. Bax, bunlar nida sayılır və nida sözlərdir. Heç bir suala cavab vermirlər. Belə, indi bax, buna aid bizim bəzi testlərimiz var, əziz şagirdlər. Onu eləməyə çalışaq. Onun üzərində daha yaxşı inşallah ki, bilərik. İzədən 112-113-cü səhifədəki köməkçi sözlər bölməsinə aid olan bir testimizdir. Gəlin baxaq testə. Birinci sualımız. Hansı cümlədə köməkçi söz yoxdur? Hansı cümlədə köməkçi söz yoxdur? A variantı. Xoşdur çöl yerində, qışda, payızda. Bax, burada fikir verirsinizmi? Bayaq mən dedim, qeyd elədim. Da nədir? Köməkçi sözdür, bağlayıcıdır. Bax, buradakı bu dalar, da. Qara rəngi götürsək daha yaxşı görünər deyə düşünürəm. Deməli, da nədir burada? Bağlayıcıdır. Demək ki, burada var.
Bunu götürmürük. Sonra qeybət, yalan və iftiradan çəkinin. Vəni görürük burada bağlayıcıdır. Bunu da götürmürük. Meyvələrin yenicə yetişən vaxtı idi. Vaxtı idi, bəli, vaxtıdır, vaxtı idi, zaman bildirir. Heç bir burada köməkçi söz yoxdur. Demək ki, C variantıdır. O, anası kimi xeyirxahdır. Kimi burada da bayaq dedik qoşmadır. Ona görə də D variantını yox, C variantını götürürük. Keçirik növbəti suala. Şagirdlərin yazdığı köməkçi nitq hissələrini müvafiq cümlələrdə uyğunlaşdırsaq, hansı şagirdin cavabı kənarda qalar? Şir bağırıb uşaqları qorxutdu. Şir kimi bağırıb uşaqları qorxutdu. Bura kimini qoya bilərik. Deməli, A variantı deyil, qoşmadı kimi. Əli bərkdən qışqırdı. Çünki qorxmuşdu. Çünki qorxmuşdu. Çünki də nədir? Təbii ki, qoşmadı. Götürmürük bunu da. Sənə sənə görə biz bu işdə doğruyuq. Sənə görə burada da bunu da götürmürük. Qalır bir dənə savayı. Bunların hamısı qoşma idi. Keçək növbəti sualımıza. Ardıcıllığı davam eləyirik. Bəlkə, daha qədər. Bu nədir? Bunların hər biri köməkçi sözlərdir. Ona görə də biz buradan köməkçi sözü götürməliyik. Sakit necə? Biz dedik ki, köməkçi sözlər suala cavab vermir. Əgər hər hansı bir suala cavab verirsə, demək ki, o köməkçi nitq hissəsi ola bilməz. Sakit necə? Əlamət bildirir. Kimsə əvəzlik, fikir nə? İsimdir, ad bildirir. Burada bizə bir dənə qalır. Ammanı götürmək. Keçdik növbəti sualımıza. Deməli, köməkçi sözlər cədvəldə hansı xanalara yerləşdirilib? Buradan da yenə köməkçi sözləri seçəcəyik. Divan nə? Sadiq necə? Süngər nə? Əskər kim? Deməli, bunların heç birini götürmürük. Ancaq, ilə, əgər, həmçinin, güya. Demək ki, bax, biz götürürük bu hissəni. Bax, bu hissədəki sözlərin hər biri köməkçi sözlərdir və bu da bizim uyğun gəlir A variantına. Yəni, model şəklində. Beşinci, hansı cümlədə sarı sözü köməkçi hissədir, köməkçi nitq hissəsidir? Sarı sözü çox maraqlı sözdür. 3 dənə nitq hissəsi ola bilir. A variantına baxaq. O, yaralı əskərin ayağını sarıdı. Sarıdı nə etdi? Feildir. Babam bağçaya sarı lalələr əkdi. Necə lalələr əkdi? Sarı lalələr, yəni rəng bildirir. Sifətdir. Deməli, uşaqlar kəndə sarı getdilər. Kəndə sarı. Yəni, kəndə tərəf getdilər. Kəndə sarı getdilər. Burada bu sarı sözü köməkçi sözdür. Qoşmadır. Ona görə, bax, elə bizə lazım olan variantımız budur. Sarı mənim sevdiyim rəngdir. Bəli, yenə də bu da sifətdir. Ona görə götürmürük. Gəldik 6-cıya. Hansı cümlədə fərqləndirilmiş söz köməkçi sözdür? Baxaq, fərqləndirilmiş. Burada görənin altından xətt çəkiblər. Əlbəttə, yarışı vətəndir. Mən onu görə bilmədim. Görə sözü də sarı sözü kimi həm feil ola bilər, həm də qoşma ola bilər. Məsəl üçün, sənə görə deyiriksə qoşmadır. Amma mən onu görə bilmədim, nə edə bilmədim, feildir bu. Əlbəttə, uşaqlar çoxdan çatarlar. Bunu saxlayaq hələ ki. Ayaz və onun dostu yarışı qazandılar. Nəyi qazandılar? Nə qazandılar? Yarış. Nə? Demək ki, isimdir bu. Vətən üçün ölən varsa vətəndir. Burada da vətəndir. Vətən nə? İsimdir. Ona görə də deməli xəbər isimlə ifadə olunubdur. Suala cavab verir əsas nitq hissəsi. Burada bir dənə təbii ki qalır B variantı. Əlbəttə modal sözdür. Ona görə də olur bizdə B variantı. Heç bir suala cavab vermir əlbəttə sözü. Və gəldik 7-ci suala. Verilmiş sözdəki boşluğa hansı köməkçi söz uyğun gəlir? Köməkçi sözlər. Bunların hər biri köməkçi sözlərdir, amma bunlardan hansını götürməliyik?
İtlərin hürüşməsi səhərə əsasən kəsilmədi, qoya bilərikmi? Xeyr. İtlərin hürüşməsi səhərə özgə kəsilmədi deyə bilmərik. İtlərin hürüşməsi səhərə bəri kəsilmədi deyə bilmərik. Demək ki, olacaq B variantı. İtlərin hürüşməsi səhərə kimi, səhərə qədər, qədər də ola bilərdi burada, kimi də ola bilərdi. Yəni burada kimi sözünü götürürük. 8-ci suala baxırıq. Cümlələrin tərkibindəki köməkçi sözlərin sayı qeyd olunubdur. Baxaq görək, hər cümlədə neçə dənə köməkçi söz var. Təki sənin də işini həll edə bilim. Təki sənin də işini həll edə bilim. Təki və də. Deməli, burada oldu 2 dənə. Yəqin uşaqlar çoxdan çatmış olarlar. Yəqin modal söz var. Hamı, hətta qocalar da hazır idi. Hətta da 2 dənə. Onun söhbətini dinləmək bizim üçün xoş idi. Burada da üçün var, 1 dənə. Deməli, 2, 2, 1, 1, 2, 3. C variantı yanlışdır. 1, 1. Deməli, C variantında səhv qoyulubdur. Növbəti suala baxırıq. Cümlədəki köməkçi sözü hansı variantdakı sözlə əvəz etmək olar? Şübhəsiz onun dediklərində həqiqət var. Şübhəsizi, yəni bəzi ümumiyyətlə nitq hissələri bir-birini əvəz eləyə bilirlər. Yəni eyni köməkçi nitq hissəsinə aid olan sözlər, eyni məna növünə aid olan sözlər bir-birini əvəz eləyə bilirlər. Şübhəsiz. Şübhəsiz nədir? Yəni dəqiq, heç bir şübhə buraxmayan. Onda biz bura nə qoyaq? Bəlkə, bəlkə varsa götürə bilmərik. Çünki burada bir şübhə var. Lakin ümumiyyətlə uyğun gəlmir. Lakin onun dediklərində həqiqət. Yəni qoya bilərik, amma şübhəsinin yerinə qoya bilmərik. Yəqin onun dediklərində həqiqət var. Yəqin sözündə yenə bir şübhə var. Yəqin deyirsək, demək ki, dəqiq deyil bu. Amma şəksiz sözü elə şübhəsiz sözünün əvəzinə qoya biləcəyimiz sözdür. Və növbəti suala baxırıq. Sual işarəsinin yerində hansı köməkçi sözü əlavə etmək lazımdır? Evə indi gedirəm. İndi nə zaman? Suala cavab verir. Evə tək gedirəm. Necə gedirəm? Suala cavab verir. Evə maşınla gedirəm. Nə ilə gedirəm? Suala cavab verir. Evə tərəf gedirəm. Bəli, burada bu qoşmadır, köməkçi sözdür. Ona görə götürürük. Bu variantımız olur B variantı. Və gəldik 11-ci sual. Maşın yarışı qazanmaq üçün yalnız köməkçi sözlərin yazıldığı yolla getməlidir. Buna görə maşın hansı işarəli yolla hərəkət etməlidir? Yenə də sual verərək biz tapa bilərik ki, burada bizim variantımız nə olacaq? Suala cavab verən sözlər köməkçi nitq hissəsi deyil, suala cavab verməyən sözlər köməkçi nitq hissələrdir. Nazik, zeytun, qısa hər bir fərqli bir deməli nitq hissəsində, əsas nitq hissəsində hər biri suala cavab verir. Bəlkə çətin sanki. Bəlkə və sanki sözləri köməkçidir, amma çətin yox. Necə çətin? Ona görə çətin burada pozdur. Bizə lazımdır ki, bütün sözlər köməkçi sözlər olsun. İsə köməkçi sözdür. Taxta ilə qarlı əsas nitq hissəsidir. Ona görə bizdə qalır, bax, C variantı. Yəni, daha, gah. Bax, bu sözlər köməkçi sözlərdir, olur C variantı. 12-ci və sonuncu sualımızı da qeyd edirik. Verilmiş nümunənin hansı misrasında köməkçi söz işlənməmişdir? Uşaqlar, axırıncı, bax, ifadələrə diqqət eləyə. Bəzən də altından belə əgər xət çəksək, məsəl üçün, bəzi uşaqlar gedirlər sınaqlara falan, diqqət eləmirlər. Deyirlər ki, ay müəllim, elə bildim burada işlənmişdir yazıbdır. Götürüb belə birinci nəyi görür, onu da qeyd edir şagird. Deməli, işlənməyən, köməkçi söz olmayan misranı seçməliyik. Gözəl, sən tək, belə yuxu, şən gərək. Sən tək. Deməli, yəni bu nədir? Sənin kimi, sənin tək. Burada bu tək oldu köməkçi söz. Həmdəmi də həm özünə tən gərək. Həmdəmi də, dadə nə olur? Həm də ümumiyyətlə köməkçi sözdür. Sənə Vaqif kimi dərd bilən gərək. Kimi?
Bəli, köməkçi sözdür. Layiq görməm hər nadanı mən sənə. Bəli, buldu. Bax, burada ama heç bir köməkçi söz yoxdur. Yəni, D variantı 4-cü misramızda heç bir köməkçi söz işlənməmişdir. Belə, əziz şagirdlər, dərsimiz bu qədər. Sonda yenə də qeyd edirəm ki, əlaqə saxlamaq istəyən 055 934 59 65 nömrəsi ilə nömrəsinə yaza bilər WhatsApp üzərində. Sağ olun, gününüz xoş olsun.